Respublikamızda müvafiq olaraq cənub-qərb, cənub-şərq və şimal-şərq qismində axan çayları müəyyən edin. Demək ki, ilk növbədə Oxçu çay, biz baxaq. Oxçu çay, demək uyğun gələcək cənub-şərq istiqamətinə, yəni biz bunu 2-yə aid eləyəcəyik. Oxçu bildiyiniz kimi, demək, bu Naxçıvan Qapıcıq zirvəsində mənbəni götürür və Ermənistan ərazindən ölkəmizə demək daxil olur və biz 2-ni burada 2-yə aid eləyəcəyik bunu, 2, yəni cənub-şərqə. Sonra Kürmük çayı görürük burada. Kürmük çay demək olar ki, demək Kürmük çay isə cənub-qərb. Bəli, bu çay cənub-qərb istiqamətində Böyük Qafqazda cənub-qərb istiqamətində axacaq. Yəni bunu biz 1-ə aid eləyəcəyik. Qudyal çay da Böyük Qafqazın bildiyiniz ki, şimal-şərqi və şimal-şərq istiqamətində axır. Biz bunu 3-ə aid eləyəcəyik demək ki. Daha sonra Pirsaat çay, bəli, bu da cənub-şərq istiqamətində axan çaydır. Biz bunu 2-yə daxil eləyəcəyik demək. Tərtər çayımız, bəli, şimal-şərq qismində axan çaylardandır. Biz bunu 3-ə aid eləyəcəyik demək. Və Əlincə çay, bu da cənub-qərb istiqamətində, demək, Naxçıvan ərazisində cənub-qərb istiqamətində axan çay olacaq və biz bunu 2, demək, 1-ə aid eləyəcəyik. Belə ki, bizə 1-ə B ev, 2-yə burada A ilə D, 3-ə isə C ilə Y bizim doğru bəndimiz oldu.